Qarabağın həm psixoloji, həm fiziki istirahətə ehtiyacı vardı. Qış tətili lap yerinə düşdü. Qarşıda Çempionlar Liqasında Eintracht və Liverpulla nəfəs kəsici oyunlar var. Ölkə daxilində də Sabah Ağdam klubunun çempionluq istəyini təhlükə altına alıb. 16 turda Qarabağ Zirə ilə hər iki oyunda heç-heç edib, Şamaxı ilə sensasiyon qolsuz bərabərliyi imza atıb. Sabaha uduzub. Komanda hamıdan çox 32 qol vurub, amma məhsuldar oyunçusu hücumçuları Musa, Nərman, Addayi, Duran və ya Leandro deyil, gah müdafiə, gah yarım müdafiədə oynayan Toral Bayramovdu. 7 qol. Ötən mövsüm 15 qolla bombardir olan Andrade bu mövsüm Premier Liqada 15 oyuna cəmi 3 qol vurub. Nərman və Addayinin də hesabında 3 qol var. Duran və Leandro çempionat oyunlarına adətən əvəz etmədən qoşulur deyə, bəlkə də bu aşağı məhsuldarlığı başa düşmək olar. Amma Musa və Nərmanın hətta öz Premier Liqamızda belə solğun görünməsi onların hücumçu kimi dəyərini aşağı salır. Qarabağ qış fasiləsinədək ən yaxın izləyicisi arasında 8 xallıq fərq yaratdığından çempionluq yarışında onların yeganə rəqibinin Sabah olacağını demək olar.